Rusiyanın raket zərbəsi Ukraynanın bu ərazilərini alova bürüdü. Ölən və çox sayda yaralı var. Rusiya hərbçilərinin cümə axşamı Dnepropetrovsk vilayətini raket zərbələri ilə atəşə tutması nəticəsində Dnepr şəhərində 5, Nikopol şəhərində isə 13 nəfər yaralanıb. Bu barədə report Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lysakın məlumatına istinadən xəbər verir. Dneprda raket zərbəsi nəticəsində yaralanan 5 nəfərin olduğu məlumdur. Onların hamısı xəstəxanaya yerləşdirilib. 55 yaşlı qadının vəziyyəti ağırdır, qalanlarının vəziyyəti orta ağırdır. Bir nəfər ölüb. Xilasedicilər infrastruktur obyektində baş verən yanğını söndürməkdə davam edir deyə Lysak sosial şəbəkədə yazıb. O qeyd edib ki, Nikopolda 13 yaralıdan 5-i xəstəxanaya yerləşdirilib. Onlardan 4-ünün vəziyyəti ağırdır. Zərbə endirilən yerdə geniş miqyaslı yanğın baş verib, mülki obyektin ərazisində dağıntılar var. Rusiya hərbçilərinin hansı obyekti vurduğu açıqlanmır.